Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Aprel döyüşləri Azərbaycanlıların tarixində mühüm hadisədir. Bu döyüşlər 2-5 aprel tarixində baş tutub. Bu döyüşlərdə Azərbaycan ordusunun bir çox igid əsgəri və zabitləri şəhid olub. Bu döyüşlər zamanı Azərbaycan ordusu böyük igidlik göstərdi və bir neçə strateji yüksələrək azad olundu. Aprel döyüşləri 2006-cı il Azərbaycan ordusu ilə Ermənistan ordusu arasında baş verən qısa amma mühüm döyüşlər. Bu döyüşlərdə qəhrəman əsgərlərimiz və zabitlərimiz şəhid oldular. Onlar Azərbaycanın müdafiəsi üçün öz canlarını qurban verdilər. Biz onlardan yad edək. Aprel döyüşləri bizim qəhrəmanlığımızın və vətən sevgimizin sübutudur. Biz həmişə torpaqlarımızı qoruyacaq və şəhidlərimizin ruhunu uca tutacaq. Aprel döyüşləri göstərir ki, Azərbaycan ordusu güclüdür və torpaqlarımızı qorumaq hər zaman hazırdır. Biz qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq. Aprel döyüşləri göstərir ki, Azərbaycan ordusu güclüdür və torpaqlarımızı qorumaq hər zaman hazırdır.